Ağıllı adam ləzzətə çatanda daha artığını istəyir, ağılsız adam ilişir qalır, deyib bəsimdir. Bəsimdir demək, ağılsızlıq əlamətidir mənəvi mövzularda. Yuxarı getdikcə getməlisən. Qəlbə eşq salmaq lazımdır, qəlb oyansın, qalan şeylər özü düzərəcək. Və eşq necə olur? Eşq ağılla, düşündürməklə, təfəkkürlə. O hansı eşqdir ki, ağıla ziddir? Deyir, Əbəlfəz dayandı, suyu götürdü, ağıl dedi, iç, eşq dedi, içmə. Hansı ağıl deyə bilər ki, iç suyu, hansı ağıl? Elə bir ağıl yoxdur dünyada. Ağılla eşqin sözü heç zaman ziddi olmayıb, ağılla eşq həmişə eyni sözü danışıb. Eşqin ünvanını seçəndə ağıldır. Ona görə də deyir, aşiqlərin qurduğu düzən. Bəziləri bilir ki, bu ancaq qəzəl kitablarında olur, qəzəllərin misralarında olur deyə praktikliyini itirir. Bəli, biz deməliyik ki, biz eşqin hakim olduğu düzəni axtarırıq və o düzənin qurulması üçün ağlın yetkinləşməsi lazımdır. İnsanlar maksimum ağıllı olanda aşiq olacaqlar. İnsan ağlı yetkinləşməsə aşiq ola bilməz, o düzənə sahib ola bilməz.